Xəstələrin reabilitasiya prosesinə münasibəti necədir? Yəni müsbətmi qarşılayırlar, yoxsa mənfilər daha çox olur, etirazlar gəlir ki, yox, bunu belə eləməyin. Aha, bax, fizioterapiyanın ümumiyyətlə indi elə bir dönəmdədir də. Bax belədir. Birinci ümumiyyətlə mən fizioterapiyada reabilitasiya hissəsinin o şeyini çox sevirəm ki, burada idman çox vacib hissəsində var. Və fizioterapiya reabilitasiya iki hissədən ibarətdir. Həm burada elektroterapiya hissəmiz var, həm idmanlar var, hansı ki, xəstəliyə uyğun, pozulmuş biomexanikaya uyğun bir hərəkətləri, idman hərəkətləri, yəni bu tamam biraz burada əzələmiz böyütmürük. Biz sadəcə belə deyək də toxumanın sağalmasına çalışırıq da belə. Və bu gün fizioterapiya və reabilitasiya bax belə bir dənə keçid dövründədir. Necə? Məsələn 2000-lərin əvvəlinə getsəz, babalarımızdan, nənələrimizdən soruşsaq ki, nə bilim o vaxtda siz fizioterapiya balacada ki, parafin, nə bilim, belə duz, nə bilim, belə vannalar zadlar. Amma indi elə bir dönəmə gəlmişik ki, bu parafin zadı biz istəyirik ki, çıxardaq. Bura, yəni məsələn 100% götürsək, bu işin 30-40% elektroterapiyadır, amma böyük bir hissəsi məhz reabilitasiyadır. Yəni qısalmış əzələyə, bayaq dedim məsələn, ayağın arxa tərəfindəki bir əzələ tutaq ki, o qısaldısa ona parafin, nə bilim nələr eləsən də, buna nə lazım? Buna stretching vermək lazımdır.